Sevilir müəllim. Tovuza salamlar olsun. Bəli, Zaur Baxşəliyevin verilişi milyonlarla insanlar izləyir dostlar. Mənlə razı olmayan insanlar, böyüyü tanımayan, kiçiyi tanımayan, ailə tərbiyəsi olmayan insanlar məndən barışmayacaq dostlar. Bunu buradan deyim. Ya yalaqlanırlar nəyəsə görə, ya da tanımırlar. Mən çox sevinirəm ki, həqiqətən də mən o verilişdəyəm, bizimlə səndəyəm. Mən Zaur Baxşəliyevi çox istəyirəm mən. Allah onun canını sağ eləsin. Mən görürsünüz, mən danışanda imkan verir ki, danışım məsəl üçün. Müəllimin özü də baxır, qulaq asır. O yaxşı bilir kim düzdür, kim səhvdir. Çünki onun oputu var. Çünki onun illərin səriştəsi var. Başa düşürsünüz. Zaur Baxşəliyev bilir ki, Esmira başdan ayağa düzdür. Bəlkə də dilinə gətirmir, amma o yaxşı bilir ki, Esmira xanım başdan ayağa düzdür dostlar. Düz. Yolumu düz gedirəm, belə gedəcəm. İstər orada olum, istər harda olur, qəbrə, ölənə qədər də yolumu belə gedirəm, belə də qalacaq. Vəssalam. Məni çəkə bilmirlər. Bəli, düz deyirsiniz. Benim güzelliğime kurban olsun. Olmaz. Özdə dostlar qəribədir, moment gözləyirlər. Bir nəfər elə bir söz nəsə deyən kimi elə bil. O birisi, hə. Elə bil ki, kənardan uca başlayırlar. Biz dünəllərim, o biri ana baladan danışmışıq, dostlar. Allahınız olsun. Nabarut soruşanda şeyləmişəm ki, adın mən çəkərəm indidən sonra ad. Təhqir eləm, kimin içinə gələrsə, istəmirsiniz çəkilməyinizi, gedib orada oturmayın. Çəkərəm də o yana da keçərəm mən. Mən nə vaxt təhqir eləməmişəm, söyməmişəm, ondan sonra pis söz danışmamışıq məsəl üçün. İzləyicilərin budur buradadır. Dünən 500-600 izləyici var idi burada. Yadınıza gəlir, nə vaxt biz onlardan pis danışmışıq. Hətta mənə soruşanda mən demişəm ki, məni o 3 nəfər maraqlandırmır. Vəssam, mən maraqlanmıram onlarla. Bəli, nə gözəl. Bu boyunbağını dostlar, İlqar var idi bizimlə səndə. O gün göstərirdi bu seriallar. Hədiyyə gətirdi, verdi. Mən başqa sırğalar taxmışdım. Verilişə gətirdi, dedi, Esi xanım alır. Qəşəkdə yaraşır. Gözəl zövqü də var özünün. Bunları o gətirib. Salam, umurumda belə hissləmirəm dostlar. Sözümü deyirəm, otururam. Xan kimi, bəy kimi otururam. Sözümü də amma deyirəm. İstər burada, harada oluramsa bir devizim var. Vəssalam. Böyüyə hörmət elə. Mən eləyirəm, sən də mənə eləyəcəksən. Əgər mən bu yaşımda özümdən böyüyə hörmət qoyuramsa, məndən kiçik də mənə hörmət qoyacaq. Vəssalam. Bunun başqa şeyi yoxdur. Qardı. Vəssalam. Əcəb edir sizi. Bu da oynata durur Azərdə. Burada müəllim dediyi bir şey yadıma düşdü. Nə çoxdur kefimə soğan doğrayan, kefimdən xörəkmi bişirəcəklər. Mən nə şah oğluyam, indi o oğlan deyil. Deyir, mən nə şah qızıyam, indi mən belə deyim. Mən nə şah oğluyam, nə şəhzadə, məni hansı taxtdan düşürəcəklər, anacan. Səni hansı taxtdan düşürəcəklər? Vallahi mən öz taxtımda əyləşmişəm. Uşaqlarımla əyləşmişəm öz taxtımda. Necə ki koronanı başıma taxıb müəllim. Zaur Baxşəliyev necə ki koronanı başıma taxıb o verilişdə 3 il qabaq. Burada daşıyıram, mənəvi daşıyıram bunu. Evlatlarımdan daşıyıram. Bir nəfər deyə bilməz ki, mənim evlatlarımın tərbiyəsizliyini görüblər. Varsa deyin, varsa gəlsin bura, qapını döysün, desin ki, bax bu tərbiyəsizliyi sizin uşaqların görmüşük. O tacı bax burada saxlamışam. Öz adımdan saxlamışam. Elim gülüm adından saxlamışam. Anam, qohumlarım adından saxlamışam o tacı. Bax buradadır. Vəssalam. Xoşu gəlməyən buyursun, yol açıqdır. Yaxşı yol. Yaxşı yol. Hüseyin oyun atırdı. Oynamaq istəmirəm sözün doğrusu. Oynamıram. Hüseyin də oynatır, Azər də oynatır. Yox, oynamıram. Yox, oynamıram heç. Bu deyil. Mənim Esmira xanım girdi. Qətidir. Bu deyil, mənim tacım başımda. Geçmə Esmira xanım.
tərpətmə də. Bu mənim əziz yurdumundur. Bu mənim Zaqatalamındır. Bu mənim yurdumundur. Bu mənim. Tac ola bilər. Ancaq bu sizə ait. Baxın görün. Daxilən o tacı daşımalıdır. Sən daxilən bu tacı daşıdın. Ruhunda o zirvə var. Ona görə mən sənə təşəkkür edirəm. Və bu tac sənindir. Gördün mü? Axıra qədər. Axıra qədər. Bura ləyaqətlə gəldin. Buranı ləyaqətlə tərk edirsən. Mən həqiqətən də sənə minnətdaram bu cür övladlar böyütdüyünə görə. Gördünüz? Danışmağa sözün olacaq, hələ bizim burada vaxtımız olacaq sizlə. Şimdi bunu Zahir Baxşəliyev deyim. Ölkənin, Azərbaycanın birinci jurnalisti deyib. Başa düşdünüz buna? Bora indi kim nə yazırsa yazsın. Heç mənim umurumda belə deyil. Salam. Dünya Azərbaycanın bir nömrəli aparıcısı. Başa düşdünüz? Kim verdi onu? 2 il qabaq. Çaya çevirəm ama O korona mənim başımda hələ də durur. Salmamışam. İnşallah ki ölənə qədər onu salmayacağım. Başımdan yerə qoymayacağım. Mənim balalarım o tərbiyədə deyirlər. İnşallah Allahın köməkliyi ilə utandırmazlar məni. O tac, o tərbiyə, o hər şey mənim elimin gülümündür. Başa düşdünüz? Eləsinlər də, eləsinlər. Niyə eləmirlər? Eləsinlər də biri. Niyə eləmirlər? Mən buradan üzümü də tutub hələ oradakilərə deyirəm, o ekspertlərə deyirəm. Baxın, o tacı mənə ölkənin bir nömrəli aparıcısı Zahir Baxşəliyev başıma qoyub o tacı. Və o tac indiyə qədər başımdadır mənim. Ona görə oradayam mən. Çox sağ olun dostlar, təşəkkür edirəm. Yəni, yaddan çıxanlar yadına salsın. Yadınızdan çıxsa bilə qoya bilərəm onu, xatırlada bilərəm. Sağ ol, Nərgiz. Bəli, mən qeyd edirəm, çox şey istəmirəm. Amma əlbəttə xoşbəxt olsun. Mənim heç kəsə verəsi qızım yox. Mən özüm gedəsi deyiləm. Mən də deyirəm, yaxşı olsun. Əla, çox sağ olun dostlar. Mən istəyirəm, yaxşı olsun. Mən istəyirəm, məmləkətimizdə hamı xoşbəxt olsun. Yalan üzərinə, xəyanət üzərinə qurulan ailələr olmasın. Çox sağ olun dostlar, təşəkkür edirəm. Çox sağ olun. Maşallah, sağ olun. Maşallah Günləriniz bol olsun inşallah. Çox sağ olun, çox sağ olun. Oy, birisi gəlib 96 çəkə bilmirsən məni. Hanı kənardan durub krisa kimi orada dayanırsan. Ayar var. Biri bir söz deyən kimi orada müdaxilə eləyirsən, məni vurmağa, sən məni vura bilməzsən. Çünki mənim kapasitemdəki adam deyilsən sən. Nədir o? Eşi haqlıdır, sağ olun dostlar. İnanın ki, marketin qabağında düşdüm, nə qədər insanlar yaxınlaşdılar mənə. Allaha and olsun, deyirlər ki, Esmira xanım, siz düzsüz. Kişi xəylaqları deyir ki, siz düzsüz. Dübbələm düzsüz, Esmira xanım. Mən çox şey istəmirəm. Mən insanlardan çox şey istəmirəm. Mən əgər özümdən böyüyə hörmət qoyuramsa, məndən kiçik mənə hörmət qoyacaq. Vəssalam. Kimin içinə gəlir, kimin gəlmir özü bilər. Hacı Hamgü, bəli. Xəzər, paxıl gəldi. Kimin paxıllığını çəkirəm? O, bunun paxıllığını çəkirəm, yoxsa bunun. Hansın paxıllığını çəkirəm? Düz deyirəm də, çay ver mənə Nərgiz. Canım mənim. Bu dəqiqə gəlir. Pür rəngi çay sənin üçün. Sizin üçün daha doğrusu. Sizlər üçün. Hə dostlar. Ha, baxın görün moderatorlar, baxın görün bir dənə şey pis söz olsa ham çəkin şeyləyin orada qoyun. Aman dağlara duman. Aman bu niye qaralıb? Tok vurub.
Səsi gəlmir. Ha, dostlar. O niyə elə qaralmışdı? Vallahi bilmirəm ay Mahir niyə gəlib. Sabah bilərsiniz ya atam, mən bilmirəm. Necəsiz? Çox sağ olun, yaxşıyıq. Şeyini qoş. Oyun oynamaq istəmirəm, canım mənim. Buyur ona. Ay sağ ol. Çox sağ ol. Allah razı olsun. Ay Nigul ya. Gülüşka sağ ol. Ay Nigul gel. Çay. Şurada. Doğru bir. Deniz çay kızım. Doğru bir. Səs yoxdur. Səs yoxdur mənim telefonumda. Nərgizə halaldır yazıblar. Amin. Həmişə halallığımız olsun. Ay dostlar. Amin. Səsim gəlir dostlar. Hə, gəlirdi. Böyük Hüseyin gəlmişdi. Şeydir, gəlmədi axı səs. Yaraşır abi Nərgiz. Çox gözəl, çox qəşəng. İlqar gətiribdi şeyə, Çox gözəl. verilişə gətirmişdi. Bunda, onda. Çox qəşəng. Yaraşır dostlar, bizim İlqar var o bizimlə səndə o. Səs yox idi, ona görə Hüseyin getdi. Fitil. Necəsi dostlar? Qoşulanların səsi gəlir. Mən səsim gəlir. Qarayeva, necəsən ürəyim? Az Esxalaya baxdın. Esxala necə görünürdü? Malicə alırsınız Esif bacı. Hə, vallah. Hediyə verdi. Kim verdi? Gəlir səsim, əla. Deyir ki, Xalaya Çox sağ bax. ol, dostlar. Qızım. Hə, hədiyyə verib dünən, hədə. Kim verib hediyə? Hədiyyə verməyib İlqar qulağındakı. Ha, İlqar dayı hediyə verdi mənə. Hə, İlqar dayı, Dəniz. Yaraşır hə bu? İlqar dayı deyərlər. Ha, İlqar o günlərim o verilişdə bizim var ha İlqar. O verib. Ceyranla danışırsınız, bəli danışıram. İlqar əmi dayı. Çox əcəb etdim bugün. Sağ ol ay xərçəng büyücü. Ay mənim gözəl izləyicilərim. Esxalanı siz başa düşürsünüz. Siz ağılda, Esxalan ağlında olan adamlar başa düşür. Eşi Nəzrinə salam söylə. Nəzrinə salam olsun. Ürəyim Nəzrin. Salam olsun Nəzrinə. Canım mənim. 20-26 salam. Kəmalə xanım can deyir. Sonra ciyərinə görə olan reseptidir. Onu mən deyə bilmərəm. Mənim ciyərimdə ayrı şey var. Sizə mən onu deyə bilmərəm canım. Həkimin yanına Hakimə. Yoxdur onun yanına. Sağ ol ay Fatoş. Yorğun Esxala ürəkdir. Sağ ol canım. Esxala necəsən ana? Çox sağ ol canım mənim. Kəmalə xanım çox sağ olun. Ah bacı, ah bacı, ah. Ah bacı, ah bacı. 91. Esxala bacı, kızım var. Haçan baxıram sizə baxır. Aylına salam dinən can. Uzi 9307 yazır ki Esxala balaca kızım var. Nə vaxt baxıram sənə baxır. Oy Aylan öpürəm səni. Nənə qurban olsun. Nənə qurban. Çox sağ ol mənim balam. Bax öpürəm nənə səni. Öptüm Aylana salamlar olsun. Aylan. Nənə qurban. Siz bir dənəsiz bibi sağ olun canım. Esmira xanım. Efirdən Bir dəqiqə mama, işığı gücləndirək. Hə, vəsə. Görək, mən deyirəm axı, baxdım. İşığı gücləndirmək. Boz salam, necəsən? Sizə paxıllıq eləyirlər, qoy eləsinlər. Məndə olan çünki yoxdur. Baxın, bir sayın, məndə olan şeylər onlarda yoxdur da ona görə. Bizdə olan şeylər onlarda yoxdur. Elə olmalıdır da dostlar.
Hüseyin deyi geldi. Hüseyin qoy birazdan oynayarıq. Ay Hüseyin hələ danışıram. Birazdan oynayarıq. Gedəcəm indi o bir evə oradan oynayarıq. Hüseyin. Qusik. Ey sen çok sevirəm sənə baxıram nəvələri ilə. Hüseyinə deyin də deyindi gedirəm. Evdən o bir evdən danışacağım, qoşacağım. Dəhşət, dəhşət. Qusik. Ay xala, Hüseyinlə barışdık. Qoş seni. Oldu da bildim. Oynatdı, oyun oynamıram. Birazdan indi o bir evə gedirəm. 5 dəqiqəlik yoldur. Gedəcəm ora 3 dəqiqəyə. Onda oynayacağım Hüseyinlə. Arzunu qəbul elədi Zaur müəllim. Zaur müəllimin baxın, o çox ürəyi yumuşaq adamdır. Başa düşürsünüz? Ürəyi çox yumuşaqdır onun, başa düşdünüz? Ona görə gəlibsə o çıxara bilməz axı. Qeyd edirəm, ürəyi çox yumuşaqdır. Xəstəliyi ilə bağlı özü dünən dedi də, nə problem olsa iştirakçıların həll eləyir. Hüseyin səni çağırır. Hüseyinə deyin ki, mən hələ gəlmirəm də, evə gedəcəm ondan sonra. Neçə ev var sizə? 3 dənə. 3 evim var. 3 dənə ev var. Hə, çuğundurla olan resepti verəcəm canım. Çuğunduru qəşəng doğrayın. Markov da doğrayın. Aman, əllərinə sağlıq, nə gözəl idi salatın. Hə, vinegret. Vinegretin çox Sən anan hər şey gözəldir. O heç də, yəni öz yerində. Lübimaya maya, krasavitsa. Valla bilmirəm ay dostlar. Onu sabah bizimlə səni Bizə aid olmayan sualları xahiş edirəm. Mənə aid deyil. Mən bilmirəm niyə gəlib, kim niyə gəlib, kim niyə gedib. İlqar, sənə Sefindən danışıram. Ev cəmaata qoy gedirəm. İndi gedim evə açacağım. İlqar, bu arada çox sağ ol qardaş. İxtiyar, uç buradan. Hədiyyəyə görə çox sağ ol. Sən ixtiyarsan, nəsə sevinə deyilsən. Axmaq adam. İlqar, oradan qoşacağım, yaxşı. Salam, xalam, necəsən, sağ ol, sən necəsən canım mənim. Kimə gəlmişəm? Bu evdə bizim evdir də, bala. Bura gəlmişəm. Xızıdan salamlar, Xızıya salamlar olsun dostlar. Necəsən, məni heyran etdi Xızı dağları. Mama mahnını sən oxuyurdun bir vaxtlar toylara gedəndə, yadımdadır. Nə qədər mi? Ay Nigar, mən Nərgiz, mən... var idi, onun verilişə giydə tükülüb ağ paltar idi, uzun yukayla köynək, buralarından belə nəsə sallanırdı, tükü də var idi, ağ. Toya gedirəm, tükrü paltarı giyinim verilişə. Mənim mahnılarım səndə olmalı, sənin telefonunda. O kişi telefonundaydı. Məndə diskə var, yazdıracağım onları telefona. Ver diski mənə, mən yazdıracağım. Nigar əvvəllər kobud danışmırdı. Anan öləndə mən də öləcəm, maşallah. Mübariz, sağ olay mübariz, bilmirəm. Şimdi mən Qusikə deyim ki, ay Hüseyin, səs gəlmir, gedirəm ora evə. Evə gedim, çatım qoşacağım. Sabah